Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün anemiya qan azlığından danışacağıq. Ümumiyyətlə, onların daha çox qabarıq göstəriciyə sahiblənəcək dəmir çatışmamazlıq anemiyasında. Ümumiyyətlə, gizlin gedən məqamlar, bəzən müəyyən baş verəcək ciddi fəsadlarımızın məhz kökündə qan azlığı xəstəliyinin dayanacaqları haqqında məlumatsız olmağımız. Bu kimi mövzular ətrafında bugün geniş müzakirə aparacağıq. Bununla bağlı studiyamıza dəyərli mütəxəssislər dəvət etmişəm. İlk olaraq onları sizə təqdim edim. Həkimlər Təkmilləşdirmə İnstitutunun müəlliməsi, həkim hematoloq, tibb üzrə fəlsəfə doktoru Sevinç xanım Əli Fəttahzadə. Sevinç xanım, xoş gəldiniz. Xoş gəldiniz. Eyni zamanda bizim dəyərli terapevt doktorumuz, fitoterapevt Elnur Eldaroğlu. Doktor, siz də xoş gəldiniz. Hər birinizə dəvətimizi qəbul etdiyinizə görə dərin təşəkkürümüzü bildiririk. Bugün günün aktual məsələsi və daha çox əziyyət çəkdiyimiz qan azlığı xəstəliyi və bunun fonunda baş verən bir çox ciddi gedişatlar. Sevinç xanım, başlayaq elə sizdən. Ümumiyyətlə, anemiya qan azlığı nədir? Özündə hansı xəstəlikləri və göstəriciləri ümumiyyətlə birləşdirir? Bilmədiyimiz tərəfləri və məqamları. Buyurun. Yaxşı, birinci salamlayıram tamaşaçılarımızı. Anemiyalar, ümumiyyətlə, anemiyaların 20-dən çox növü məlumdur. Amma gəlin belə eləyək ki, anemiyaların hamısı patoloji anemiyalar deyil. Yəni, anemiya deyəndə bizə hər kəs baxır, qan azlığı deməkdir. Bu qan azlığının da 20-dən çox növü məlumdur. Amma bunların hamısı patoloji deyil. Bunları iki yerə bölmək olar da, fizioloji anemiyalar, qan azlıqları, bir də patoloji qan azlıqları. Doktor da mənlə razılaşar, çünki bilirəm fitoterapevt həkim də bunlara daha önəm verir, belə şeylərə. Fizioloji anemiyalar hansılar ola bilər? Hamilə qadınlar anemiyadır. Amma bu xəstəlik deyil ki, sadəcə olaraq bu insanın dəmirə, qana daha çox ehtiyacı var. Sonra intensiv boyatma dövrü olur, intensiv böyümə dövrü. Balaca uşaqlar, ilkin doğulan uşaqlar, yeni doğulmuşlar. Baxın, biz görürsünüz, uşaqlara balaca, yeni doğulmuş uşaqlara paltarlar alırıq, balaca paltarlar. Onu bir illik almırıq ki, bir aylıq alırıq. Çünki bilirik ki, bir aydan sonra o nə olmayacaq? Çünki onlar daha intensiv böyüyür. Bax, bunların bu dövrdə qana daha çox ehtiyacı olur. Sonra yeni yetmə uşaqlar boyatma dövründə bu vaxtda onlara həm kalsiya, həm dəmirə ehtiyacı artır. Bir də ki, elə insanlar var ki, bunlar fizioloji anemiyalardır, amma gəlin patoloji anemiyalarda onların özləri də iki cürdür. Bir ilkin patoloji anemiyalar ki, xəstə qapıdan girəndə artıq sən ona diaqnoz qoyursan ki, bu anemiyadır, artıq qalır sənin onun habitusundan, yəni sifət görünüşündən bilinir ki, bu anemiyadır. Artıq qalır sənə bir profesional bir həkim kimi o anemiyaların fərqini, çünki müxtəlif anemiya növləri var. İstəyir uşaqlarda, istəyir böyüklərdə, fərq eləmir. Bir də var ki, ikincili anemiyalar. Onlar qapıdan girəndə sən onun anemiya olduğunu tuta bilmirsən. Tutaq ki, mən gematoloqamsa, mənə sırf ilkin diaqnoz qoyulmuş, anemiyalı xəstələr gəlir çoxsu, mənə asan da olur. Amma terapevtlər var, pediatrlar var, infeksiyonistlər var. Bunlar onu, bəli, onlara anemiya kimi gəlmir. Uzun müddət infeksiya keçirmiş insanlarda da o anemiya olur. Onlar artıq ikincili anemiyalar olur. Və yaxud belə deyək, postgemorragik anemiyalar var ki, qan itirmələrdən, müxtəlif qan itirmələrdən onlarda anemiya qeyd olunur. Bunlar da patoloji anemiyalardır əslində. Amma indi biz fizioloji anemiyalardan danışmayaq, gəlin patoloji anemiyalardan danışaq. Patoloji anemiyalardan da ən çox qeyd olunanı, ən çox bizə rast gəlinən dəmir defisitli anemiyalardır. Nədir dəmir defisitli anemiyalar? Dəmir defisitli anemiyalarda deməli, orqanizmdə hemoqlobinin əmələ gəlməsi üçün lazım olan materialın kifayət qədər olmamasıdır. Bir mənalı budur. Belə, başqa nə? Bunların başqa digər növlərini də deyə bilərəm. B12 defisitli anemiyalar çox, bəli. Vitamin çatışmazlıq anemiyası var. Bəli, burada bir, baxın, B12 defisitli anemiya uşaqlarda olmur bir mənalı. Bəzən həkimlər balaca uşaqlarda, 5 yaşında uşaqda B12 yoxlayırlar. Bu səhvdir. Ola bilməz. Çünki B12 əslində B12 vitamini suda həll olan vitamindir. Suda həll olan vitaminlərin hamısı orqanizmdə bir neçə gün, uzağı bir neçə ay yaşayır, qalır. Tezliyi də orqanizmdən çıxır. Amma bu yeganə vitamindir ki, özünü yağda həll olan vitamin kimi aparır. Yəni depolanır aylarla, illərlə.
Yəqin ki, vitamin çatışmazlığı anemiyasını bəzən də biz elə B12-də bəlkə də ola bilsin, onunla əlaqələndirirlər. Amma olmamalıdır. Baxın, B12-ni orqanizmdən çıxartdıqdan sonra 7 ildən 12 ilə qədər vaxt lazım ki, defizit yaransın. Bu illər ərzində bu qədər müddətdə bu B12 depolanır orqanizmdə. Və ona görə də təsəvvür edin, 5 yaşında uşaqda B12-ni yoxlamaq nə deməkdir? B12 kimlərdə olur? 40 yaşından yuxarı insanlarda, əsasən də alkoqol içkisinin alüdəçiləri də daha çox olur. Onların mədələri, relyefləri hamarlaşmış olur. Dilinin üstü də hamar olur. Ona görə də dil üzərində məməciklər var. Onlar hamarlaşmış olur. Glosit dil deyirlər ona. Ona görə laklanmış dil kimi parıltılı dil olur. Ağrılı dil olur. O insanların ətə ikrah hissi olur, ətə qarşı. Və onlarda bədənlərində belə deyək də, çox vaxt belə xəstələr gəlişkədir, elə bir bədəndə qarışqa gəzir. Ayaqlarında ataksiya olur ki, elə bir ayaqların sözünə baxmır. Yəni, sərxoş insanlar kimi yeri. Bir də ki, onların yaddaş pozğunluğu əmələ gəlir. Yəni ki, söz biraz onlara geç çatır. Buna deyirlər, informasiyanın ötürülməsi ləngiyir. Amma dəmir deficit anemiyalardır, fərqlidir. Bunlar, məsələn, deyək ki, qapıdan girdi. Sən düşünürsən, istəyir böyük, istəyir kiçik, fərqi yoxdur. Düşünürsən ki, öz ürəyində ki, bu yəqin ki, anemiyanın dəmirdir. Çünki bütün anemiyaların girən kimi, daxil olan kimi eyni, belə deyək də, simptomları var. Anemik sindrom, görüntüsü, dəri solğunluğu, solğunluq, yuxusuzluq, iştahatsızlıq və salam. Bunlardır birinci növbədə. Artıq sən onları fərqləndirmək üçün hər xəstəliyin bax, artıq mən B12-ni dedim, şikayətlərini. Hər xəstəliyin özünün spesifik şikayətləri var. B12 şikayətlərini dedim, qarışqa gəzməz, ataksiyalar, yaddaşın yetməsi, amma dəmir defisitində fərqlidir. Birinci növbədə yox, halsızlıq hamısında var. Birinci növbədə deyir ki, qida becərliyi. Çiğ ət, çiğ kartof, çiğ xəmir belə şeylər yeyir, deyir, divarı eşir, yeyir. Sonra bir də qoxunun itməsi, pozulması. Benzin iyi, mazut iyi xoşlarına gəlir. Bu şikayətlərlə daxil olan insanlar, hətta mən deyərdim ki, evlərində valideynləri və yaxud yaxınları bu şikayətləri gördüsə, onlar düşünməlidir ki, artıq bunda dəmir defisitli anemiyadır. Doktor, demək ki, bu qan azlığı xəstəliyi fonunda çox ciddi orqanizmdə fəsadlar gedir. Amma nədənsə, baxın, elə özünün verdiyi fəsadlar, hətta doktor dediyi kimi dəmir çatışmazlığı, məsələn, anemiyasının özündə ən sıx görülən baş ağrısı və baş gicəllənməsidir ki, nədənsə, məsələn, baş gicə və baş sıxılması, baş ağrısı yaşa heç bir zaman ağlımıza gəlməz ki, bizim bunun kökündə qan azlığı yata bilər. Biz nə edirik? Nevroloqa müraciət edirik, baş ağrılarına əziyyət çəkirik. Ola bilsin ki, sinir sistemimizdə pozuntu var, yuxuda problemim var, başlayır həmin preparatlarla ağrıları götürmələr. Niyə biz xəstəliyin kökündə bugünə qədər real və ciddi qan azlığı xəstəliyinə yanaşmamızda bir az boşluqlar var? Əslində, belə deyim, doktor sağ olsun geniş informasiya verdi. Qan azlığı bəzən qan azlığının olmasına təşəkkür eləməyə lazımdır ki, orqanizmin içində baş verən bir proseslərdən xəbərdar eləyir. Məsələn, siz qoxu falanları deyirsiniz, boya qoxusu və torpaq yemək istəyənlər falanlar. Bunların mesajını verir. Başı da ağrıya bilər yanında. İlkin həkimə müraciətdə və yaxud da check-upların hamısında ən önəmli yerdə duran analizlərdən biri hansıdır? Ən vacib, ümumi qan analizidir. Ümumi qan analizində 19 və 24 parametrdə ilkin rəy formalaşır ki, bunda hansı proses baş verir? 48 saat sonra təkrarına baxanda bəlkə qan itirmə hesabına olur. Görün, nə yaxşı ki, bu mesaj verir ki, içəridə olan prosesi çox zaman bilmək olmur. Və məsələn, baş ağrı, əlbəttə, baş ağrının məsələn, baş ağrıya demişəm, bir 6 tip var, ayrı-ayrı növləri var, nevroloq onu dəyərləndirir falan. Amma ağrı kəsici, başım ağrıdır və bunu həmən aradan götürüm, bu işi korluyur. Bu, bayaq doktorun qeyd elədiyi kimi də, hər qan azlığı olan, bəli, insan orqanizmdə qan azlığının ən sıx səbəbi, ən çox səbəbi dəmir defisitidir. Dəmir defisitində ən çox səbəbi alimentardır, qida. Bu, ilk sıralarda durur. Demək ki, populyasiyada müraciət edənlərin içərisində daha çox yeri o tutacaq. Amma kiminsə elə qanı aşağıdır, halsız hiss edir özünü, iştahı yoxdur. Mən bunu istifadə elədim, qonşunun uşağında kömək elədi. Get dəmir al ver. Olmaz.
Bəli. O baş ağrı dərmanıdır, dəmir dərmanını verim mən, görüm nə olacaq. Mən verdim, digərində yaxşı çıxdı. Digəri ilə eyni deyil. Hamıdakı o anemiyaların gedişləri də önəmlidir. Məsələn, anemiya olduğu zaman, belə deyək, bir revmatoloji xəstədir. Oynaq xəstəsidir. Revmatoid artrit, sklerodermiya və yaxud da qırmızı qurd eşənəyi. Bunların əksəriyyətində istifadə olunan dərmanlar, o dərmanlar da pis dərmanlar deyil, müalicə üçün istifadə olunur. Təbii ki, müalicə eləyə bilmir. Amma zəhər kimidir. Açıqcası zəhər də onların, yəni açıb oxuyanda bu zəhərin hesabına müalicə olunur. O zəhər də reabsorpsiyanı pozur. O nə deməkdir? Sən nə qədər istəsən istifadə elə, sorula bilməyəcək. Adamlar var, məsələn, elə biz digər vitaminləri də deyə bilərik də, vitamin D və yaxud da digərləri. Bunun sorulma mexanizmi pozulursa, onu tapmaq lazımdır. Niyə pozuldu? Məsələn, qəbizliyi olan bir uşaq və yaxud da bir böyük. Onun necə ona müalicə eləmək olar həmən? Birinci, bunun bağırsağı işə düşməlidir. Daxili orqanların funksiyası yaxşı olmalıdır ki, sənin verdiyin gedib çıxa bilsin oraya. Məsələn, bəzən ola bilər, adın qeyd eləyə bilərik, babasil, qadınlarda miyomlar, daha çox varisləri də deyə bilərik. Axtarıb tapırsan ki, heç bir problemi yoxdur. Amma anemiyadır. Baxırsan ki, varikoz genişlənmələri var. O torbalar da o qanları gətirə bilir özü ilə. Amma daha çox az yaşlarda falan da, məsələn, qurd xəstəliklərinin özləri belə ən çox istədikləri yer bağırsaq divarını deşməsidir. O deşdiyi zamanda nə olur? Oradan da qanı götürür. Sadəcə onu görməyə bilərsən. Sonra çox gözəl bir məsələ, 40 yaşda bir insanlarda anemiya varsa, mütləq daxili orqanların yoxlatdırılmalıdır. Mədə xərçəngini qeyd eləyə bilərəm və ya yoğun bağırsağın polipi ola bilər. Ona görə belə bir screening metodlar var. 40 yaşda gizli qan testini yoxlamalısan. Gizli qan testi pozitiv gəldi. Kolonoskopi olmalısan. Kolonoskopidən polip gəldi. O polip nəzarətdə qalmalıdır. Polipin adı nə idi? Bununla yaşam və keyfiyyəti artırmaq olur. Ona görə deyirəm ki, bəzən qan azlığın olmağına təşəkkür etməyə lazımdır. Mədə xorası da bu... Əlbəttə, hamısı, bizim orqanizmin qana və oksigenə ehtiyacı var. Hansı ki, bu vahidlərdir də onu aparan. Onu aparmır deyə insan təngi nəfəs olur, iştahsız olur, yorğun olur, əsəbi də olurlar. Ona görə siz doğru deyirsiniz, baş ağrı, əsəb bunu görür, iştahı da qaçıb, yəqin ki, bir depressiyona falana düşüb, bir stresə düşüb, getsin bu müalicələri alsın. Amma o geniş anlamda, həqiqətən də nevroloqlarda xəstəni yoxladıqları zaman ümumi qana da baxırlar. Ümumi qanında bir dəyişiklik varsa, artıq hematoloji yöndən bir şeylər eləmək lazımdır. Bəzən olur, uzun müddət davam eləyən öskürəyi olan bir xəstə kəskin respirator virus infeksiyasını keçirdib. Məsələn, istənilən bir virusları deyə bilərik. Amma onun davam etdiyi xroniki öskürəyin fonunda hansısa bir qan xəstəliyinə gəlib çıxmaq olur. Siz ondan daha çox rastlaşırsınız. Bizim ona görə anemiya var, tez bunu kəsim yox. Anemiya, sən niyə varsan? Səni düzəltmək üçün nə etməliyəm? Sənin düzəltmək üçün orqanizm buna hazırdırmı? Bu üçlü zənciri qoşdunsa, anemiya falan, belə deyim ki, çox sıxıntılı bir proses deyil. Minlərlə xəstələr müalicə eləmiş və müraciət edirlər bəzən. Bizim əslində bugün uyğun bir sistem qurmuşsuz. İkimizin də fitoterapiyaya bir marağı var. Və bu fitoterapiyaya da nəyə görə gətirirəm? Bəzən deyir ki, mən getdim, quş əbbəyi istifadə elədim. Bitki çox gözəl bitkidir. Qan kəsici effektə malikdir. Qadın miyomlarında da effektivdir. Çoban çantasını deyək. Onun kəsdiyinə görə anemiyanın qarşısını ala bilir. Qan itirmənin qabağını ala bilir. Amma orada bir problemi yoxdursa və yaxud da məsələn, bəzi insanlar var ki, bitki istifadə eləyir. Məsələn, antikoagulyantlar, aspirinlər kimi dərmanlar sulandırıcılardır. Bu sulandırıcılar üstdən uzun müddət istifadə edən xəstələrdə onsuz da qan göstəriciləri aşağı olur. O qan göstəricilərini aşağı sala biləcək bitkilər də var. Bəzən rənginə görə baxırlar ki, qırmızı rəngdə bitkidir, bu mənim qanımı artıracaq, elə deyil. Onun antikoagulyant effekti var. Məsələn, Yapon saforasının qönçələri. Damar divarını möhkəmləndirən də 17-30%-ə yaxın rutin var. Və çox da məktəblərin qırağında bitmiş, yetişmiş bir meyvədir. Amma adını Yapon saforasının qönçələri qoyublar. Yəni bizdə də bitir əslində o. Hətta biz o vaxt bioloq Fuad Mahmudovla bir kitab yazdıq. Müəllifdən biri mənəm. Orada safora qönçələrinin Azərbaycan parklarında olmasını göstərdik. Dekorativ məqsəd nə olur?
gözəl bir bitkidir. Amma mən bu qırmızıdır. Hər qırmızı gördüyümüz şey bizim qanımızı artırmaz. Məncə siz o mövzularla çox rastlaşırsınız. Bir də Gələn olur ki, məsələ var ki, bu belə deyək də bitkilərlə müalicə metodunu seçən insan da yenə həkim nəzarətini etməlidir. Çünki onların da başqa yan təsirləri var, deyilmi? Mən sizə bir şey deyim. Əslində fitoterapiya, apiterapiya, müasir tiblər, filanlar hamısı toplandı və inteqrativ tipdir. Bərabər şəkildə onsuz da yürüməlidir. Çünki məsələn, atıram bu adamda hər hansı bir şəkərli diabet var, revmatoid artrit var. Bütün dərmanlarını birdən-birə kəs, gəl mən sənə bunu verim, elə deyil. O dərmanlarını da azaldaraq gedilsin. Çoxmu olub sizin, yəni azmı olub ki, praktikanızda mən bu dərmanı istifadə eləyə yavaş-yavaş dozasını azaldım, bitki gəlib keçsin. Amma xronik, profilaktik, kəskin olmayan hallarda təbii ki, fito, apiterapevtik məhsullar kömək eləyə bilir. Amma yenə dediyim kimi, öncə diaqnozun adı nədir? Adını düzgün qoyduğun şeyi doğru müalicə eləyərsən. Ona görə də inteqrativ tip deyirəm ki, sizə bunları 50 bir şeylər öyrənə bilərlər, darçını buna qat, onu qat, antagonist bitkilər ola bilər. Mütləq həkim olmalıdır. Onsuz da həkim olmayan adam bu qanazlığı haqqında nə qədər məlumatda ola bilər? Qanın aşağıdır, o qədər. Amma göstəricilər çox önəmlidir. Bəli. Doktor, bunların yaranma səbəblərindən doktor toxundu. Mədə xorası ilə xərçəng xəstəliklərinin özü də bir də qadınlarda menstrual sikl zamanı axan, daha çox qan axmaya meyilli olan xanımlarda bunlar yaranır. Siz bayaq bir məqama toxundunuz, tamam, qan azlığı var. Dəmir defisiti yaşayırıq, çatışmazlığı var. Biz onu müalicə edirik, amma bu əslində müalicə deyil. Bunun kökü tapılmalıdır ki, niyə bizdə qan azlığı prosesi gedir? Səbəb yəni bu dediklərimdir, yoxsa bilmədiyimiz başqa səbəblər də var? Çox şeylər var. Əslində mən birinci bayaq siz bir sual verdiniz, baş ağrı. Ona bir münasibət bildirəcəyim. Doktor qəşəng danışdı. Baş ağrı çoxlu xəstəliyin simptomudur. Bəli. Amma anemiyada baş ağrı nədir? Baş ağrı intoksikasiya əlamətləri də ola bilər. Amma anemiyada gipoksiya əlamətidir. Siz deyirsiniz, biz səhvən nevroloqa gedirik. Çünki o da deyir ki, gipoksiya. Maraqlı ki, çox az hallarda nevroloqlar belə xəstələri gematoloqa göndərirlər. Əslində göndərməlidirlər birinci növbədə. Niyə? Ona görə ki, gipoksiya nədən olur? Baxın, gemoglobinin içində 4 dənə dəmir var. 4 dəmirdən ibarət bir gemoglobin olur. Monomer yox, belə deyək də, 4 monomerdən ibarətdir də, deyək. Bu dəmir özü ekvivalentlidir. Bu ekvivalentli ona görədir ki, oksigeni özündən alıb verə bilsin, karbonu da özündən alıb verə bilsin. Ağciyərlərdən çıxan gemoglobin al rəngdə olur, oksigemoglobindir. Sonra gedir o arteriyalarla toxumalara, toxumalarda oksigeni verir toxumalara, olur dezoksigemoglobin, yəni oksigenden azad olmuş. Sonra qayıdıb gələndə ki, toxumalardan karbon qazını özünə birləşdirir, biraz da tündləşdirir, olur karboksigemoglobin. Bu əslində 3 valentli yox, 2 valentlidir də. Ona görə ekvivalentli bunu rahat alıb verə bilsin. Aydındır? Və bunları gətirir, gəlir atəzən ağciyərlərə, düzdür, ürək vasitəsilə, orada onu dəyişdirir. Baxın, əgər bizim gemoglobinimiz kifayət qədər olmasa və dəmirimiz kifayət qədər olmasa, bizim oksigen, karbon qazı ilə, belə deyə, oksigen qazının mübadiləsi getməyəcək. Bəzən olur ki, metgemoglobinopatiya deyilən bir şey var. Deməli, o 4 dənə, milyardlarla gemoglobin var bizim orqanizm damarlarımızda. Təsəvvürün, hərəsinin içində 4 dənə dəmir var. Hər bu 4 dənə dəmirin hamısı oksigeni alır, verir. Karbonu da toxumalardan alır, ağciyərlərdə təmizləyir. Belə deyə də dəyişdirir. Və bunların içində bir dənəsi 3 valentli olanda o öz oksigeni alıb verə bilmir özündən. Artıq orada problem baş verir. Artıq burada gipoksiya baş verir və buna görə baş ağrılar olur. Və bir də mən mədə bağırsağa deyər, istəyirəm toxunmağa. Mən bəzən gəlirlər xəstələr, mən bunlara başlayıram qurt müalicəsi yazmağa. Sözsüz ki, əgər bir var ki, orada həyatı göstəriş var, qanı çox aşağıdır, biz qurd haqqında hələ fikirləşmirik. Bunu vəziyyət və həyatda saxlamaq lazımdır. Birinci növbədə qan haqqında fikirləşirik, dəmir yazırıq buna. Amma onda ki, o qədər də aşağı deyil, ona mən başlayıram qurt müalicəsi yazmağa. Onda xəstə deyir ki, doktor, mən gəlmişdim qan həkiminə, siz mənə qurt müalicəsi yazmışsınız. Əgər mən xəstəni başa salıram ki, bəzən deyirlər ki, xəstəyə
digər ölkələrin həkimləri xəstələrə 2 dəqiqə, 3 dəqiqə vaxt ayırır. Mən ən azı yarım saat vaxt ayırıram. Çünki xəstələrin mənə sualı qalmır. Mən o xəstəni başa salanda ki, qurdun yediyi dəmirdir, alüminiumdur, mən sənə dəmir yazsam, daha da qurdların çoxalacaq. Artıq o xəstənin mənə sualı qalmır. Birinci mədə bağırsaq təmizlənir. Təmiz mədə bağırsağa biz dəmiri veririk, effektini də görürük əslində. Effektini görmədiyimiz indi hansı gedişatlar var. Reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edəcək. Reklam fasiləmiz bitdi, müzakirəmiz qaldığı yerdən davam edir. Xatırladaq ki, bugün qan azlığından, anemiyadan danışırıq. Doktor, səbəbləri ilə bağlı danışdıq. Təbii ki, reklam fasiləsinə ayrıldığına görə biz artıq yarımçıq dayandırmaq məcburiyyətində qaldıq. Səbəblər hansı xəstəliklər fonunda axtarılmalıdır? Ümumiyyətlə, harada axtarmalıyıq səbəbləri? Ümumiyyətlə, dəmir defisitli anemiyaların səbəbləri, çox səbəbləri ola bilər. Amma birinci səbəbi, ən çox rast gələn səbəbi mədə bağırsaq. Dəfələrlə olub ki, mədə-bağırsaq traktının, mədə-bağırsağın tozu ola bilər, mədə sallanması ola bilər. Mən dəfələrlə elə xəstələrim olub ki, bir də xəstəm gəlmişdi, rayonların birindən çox savadlı bir həkim göndərmişdi. Əslində 4 yaşından 18 yaşına qədər dəmir defisitli anemiya ilə müalicə olunurdu. Ola bilər də insan unudur, çox vaxt onu necə deyim, gözünün qabağına gətirmir, düşünmür ki, belə bir şey ola bilər. Mədə-bağırsaq traktının kontrast müayinəsini elədik, yəni rentgen müayinəsini elədik. Mədəsə düşmüşdür kiçik çanağa. Onu biraz sözsüz ki, birinci onun mədəni qaldırmağı ilə məşğul olduq. Uşaq düzəldi. Dəfələrlə mədə bağırsaq. Çox vaxt özünü arıqlatmaq istəyən insanlarda belə bir hallar olur. Bir də ki, tez-tez xəstələnən insanlarda da belə bir şey ola bilər, səbəb. Sonra qan azlığı, ümumiyyətlə mineral çatmamazlığı, vitamin çatmamazlığı olur. Təkcə burada qan azlığına söhbət getmir ha. Bütün mineral, vitamin çatmamazlığı ola bilər. Ondan başqa bir də posthemorragik anemiyalar. Ümumiyyətlə, yaşlı insanlarda, əsasən kişi xeylaqlarında ən çox rast gəlinən mədə-bağırsaq qanaxması olur. Qadınlarda bilirsiniz ki, menopauza dövründə ola bilər, uşaqlıq miyomaları ola bilər. Fərqi yoxdur, istənilən uşaqlıq xəstəliklərində ola bilər. Bir də ki, qız uşaqlarında da ola bilər, yaşlı insanlarda da ola bilər, qadınlardan deyirəm. Menstrual siklda onlarda məsələn qanaxmalar bəli çoxalır. O artıq gematoloqa müraciət eləməlidir. Eyni zamanda ginekoloqa da müraciət eləməlidir. Onun qarşısını almalıdır. Bir şey də deyim, bayaq doktor qeyd elədi. Yəni siz necədir? Mən çox vaxt bitkilərlə müalicələrə üstünlük verirəm. Orada bəzən vacib deyil bu xəstəlik dəmiri tutaq ki qaldırdı. Bu dəmir azlığının yaradan səbəbi aradan götürürsə, insan düşünür ki, dəmiri qaldırdı, qanı artırdı və yaxud deyək ki, qanaxmanı kəsdi. Əsas məsələ o deyil. Əsas məsələ odur ki, səbəb aradan götürüldü. Məsələn, bayaq dedimi, mədə bağırsaq, əsasən qurd invaziyaları bir də mədə-bağırsaqda olan çat xəstəliklərdir. Çatlar olur, o posthemorragik anemiya dediyim kimidir. Amma ən çox rast gəlinən uşaqlarda ən çox, böyüklərdə də olur, qurd invaziyasıdır. B12 defisitini də yaradan qurd invaziyasıdır. Dəmir defisitini yaradan da ən çox qurd invaziyasıdır. Ona görə də birinci növbədə dəmirdən başlamaq lazım deyil. Birinci növbədə əsas səbəb aradan götürülməlidir. Ondan sonra ikincili olaraq anemiyanı müalicə eləmək lazımdır. Sözsüz ki, əgər burada həyati göstəriş varsa, birinci qan azlığından başlamaq lazımdır. Bir balaca onu müəyyən bir həddə çatdırdıqdan sonra artıq səbəbi axtarıb səbəbi tapmaq lazımdır. Təbii ki, əgər diaqnoz qoyuldu və səbəb təsbit olundu, başlayır növbəti etap müalicə. Doktor, müalicəsi ən həssas məsələ. Və burada mübahisəli yaranacaq məsələ. Daha çox insanlar arasında qan artırmanı, dəmirin belə artırılmasını müəyyən tərəvəzlərlə, onların belə də şirələrinin içilməsi ilə müəyyən protein tipli kokteyllərin hazırlanması və daha çox da tərəvəzlər içərisində çuğundurun daha çox aktual və önəmli olması, bununla artırmasını düşünürük.
Yəni onu gündəlik də həyatımızda tətbiq etdikdə artıq özümüzdə artırmış hesab edirik özümüzü. Həmin dönəmdə bəlkə ola bilsin bizim gedişat, əhval-ruhiyyəmizə azıcıq təsir edir, özümüzü hardasa yaxşı hiss edə bilərik və yaxud da bizə elə gələr ki, biz özümüzü yaxşı edirik. Bu psixoloji da məqamlardan asılıdır. Çünki hər kəs bir-birini qanın azdırsa, tamam, nar sokunun belə şirəsini və çuğundur şirəsinin içilməsini müəyyən formada onların qida kimi qəbul olunması. Necə getməlidir əslində müalicə? Bu terapiya üsulu doğru, düzgün formada necə aparılmalıdır? Bax, bununla istəyəcəm haqda danışaq. Biz əslində tamaşaçılar daha rahat anlasınlar deyə, yəni doktor alim dilində danışsa ümumiyyətlə çətin olar. Bu qruplara bölünür. Hipoxrom mikrositlar, hiperxrom mikrositlar, megaloblastik anemi, belə bu şəkildə danışmalıyıq. Bunun normal tərəfidir. Bunlar xrom filanlar nə deməkdir? Məsələn, qırmızı rəngdə gördüyümüz məhsullardan narı, çuğunduru qeyd edirsiniz. Bəli, bu göstərici olaraq göstərə bilər. Hətta ikinci bir variant var ki, orada. İnsan onu içdiyi zaman, narın istifadə edildiyi zaman, bu mənim qanımı görüncə qaldırar. Burada plasebo effekti də var. Biraz daha çox iştahlana bilər, bəlkə də daha çox yemək yeyə bilər. Söhbət qırmızı ət ola bilər, qaraciyər ola bilər. Məsələn, qarabaşağın qreçka kimi tanınan məhsulun onun dəmirə faydası var. Amma çox bişmədən, çox açılıb bişilənin heç bir faydası yoxdur. Hətta bəzən hansı müharibə idi, insanlarda anemiyanın fonunda yaranan xəstəliklərə dözümsüzlüyün qarşısını alsınlar deyə qarabaşaqdan çörək bişirirdilər. Bu çox önəmli bir yol keçib. Demək ki, ən asan tapılan məhsuldur. Bunu istifadə edib günlük diyetə salmaq gözəl. Çuğundur narın istifadə eləməsini inkar etmirəm. Amma çuğundur çoxlu istifadə edib ikrah hissi də yaratmaq lazım deyil. Yaxşı qidadır. Məsələn, mən deyərdim ki, qara turp daha önəmlidir. Amma onun sanki çox adı hallanmır. Çuğundur daha çox hallanır. Mən isə hələ bilinməyən bəzi məhsulları da deyə bilərəm. Məsələn, bayaq qeyd elədik, o qanama dayanır. Xüsusilə də çox adam bilmir. Onun xaricdə olduğu zaman, yəni bayıra çıxdığı zaman babasil qanamasını hiss eləyə bilər. İç hemoroidi görə bilmir axı. Məsələn, iç hemoroidi kəsən bir boymadərənlə quş əppəyini dəmləyib istifadə eləmək olar. Boymadərən bağırsaq otu sayılır. Onun hərəsindən bir çay qaşığı götürüb, bir stakanda dəmləyib, səhər axşam yeməkdən əvvəl istifadə eləyə bilərlər. 3 həftə. O kömək eləyəcək. Həmin prosesdə dayanandan sonra onsuz da yaratdığı təzahür aradan götürüləcək. Amma məsələn, yanında da biraz da gücünü artırmaq üçün nar istifadə eləmək istəyir. İstifadə eləyə bilər. Amma bu etapda bağırsağa büzüşdürücü məhsul niyə versin? Toxumlu bir narı yediyin zaman bağırsaq büzüşdürücü effekt verəcək və düz bağırsaq üçün biraz da təzyiq yaradıb. Bu iç hemoroidlər üçün və yaxud da dış hemoroidlər üçün problem yaradacaq. Gördüyün işdən əks olur. Amma adı nə olur? Mən qan artıranı istifadə etdim. Ona görə mənim qan xeyr. O digər bitki onu kəsə bilər. Məsələn, arı məhsulu var. Adı arı çörəyi adlanır. Güləm. Rusca perqa adlanır. Bunun haqqında kifayət qədər tədqiqatlar aparılır. Dünyada ümumiyyətlə 2 ildən bir Apmion deyə bir konferans keçirilir. Mən birində iştirak etdiyim vaxtı gördüm o qədər bal, propolis, çiçək tozu, arı südü, bunların haqqında danışmalar qaldı. Çox tədqiqat güləm üzərindən aparırlar. Niyə görə? Antianemik effekti var. Effekti var, bəli. Tamaşaçımız var telefon xəttində. Biraz gözlətdik. Axşamınız xeyir olsun. Buyurun, eşidirik sizi. Axşamınız xeyir olsun, həkim. Axşamınız xeyir. Buyurun, eşidirik sizi. Oğlumun 24 yaşı var. Deməli, onda qan təzyiqi olur yuxarı. Yuxarı təzyiq olur. Bəs burada həkimə müraciət eləmək istəyirəm ki, hardasa aşağı olur 100, yuxarı olur 145-150. Bu nə ola bilər? Arada olur belə, sonra çəkilir. Sonra düşür aşağıda belə. Sualınız Hər hansı bir müayinə olunub mu və ya yanaşı xəstəliyi varmı? Deməli, nervlərinə qarşı müalicə olmuyor. Sinir sistemlərlə bağlı. Nerv həkimi ilə də danışmışam. O da deyir ki, bu yazılan dərmanlar qan təzyiqini artıra bilməz. Bəs mən həkimə müraciət eləmək istəyirəm. İndi Cavablandırar. Tamam, təşəkkür edirik.
Mən deyim istəyirsiniz. Əslində bu bizim bugünkü mövzumuza aid deyil. Bəli. Orada qan təzyiqi Ola bilsin, deyib. terapevt can həkimindən bağlı ola bilsin. Yox, indi əlbəttə ki, həkim deyil, ona görə qan Həm də təzyiqi doktor, deyəndə kimsə qanın soruşanda deyir ki, mənim qanım yaxşı yuxarıdır, qan təzyiqini elə deyirlər. Hə, bəli. İnsanlar çox vaxt qan təzyiqi ilə qanın miqdarını səhv salırlar. Qanım yuxarıdır, qanım aşağıdır. Bu əslində kardioloji bir problemdir. Yəni kardioloqa, damar həkiminə müraciət eləməlidir. Amma mən düşündüm ki, onun şikayətinə görə o uşaqda damar distaniyasıdır. Bu yaşda insanlarda damar distaniyası ola bilər. Onunla əlaqədar da ola bilər. Spazmolitiklər yəqin ki, onun əslində səbəbinə baxılmalıdır. Spazmolitiklərlə yəqin ki, müalicə olunmalıdır. Düşünürəm ki, damar distaniyası bir də nevropatoloqla kardioloqu eyni vaxtda müalicəsi bir yerdə olunmalıdır. Hə, çünki dedi nevroloji müalicə alıb, sonra nevroloji soruşduq, da deyir, damar distaniyasıdır. Dərmanların onu qaldırmaz, yəni təzyiqi. Əslində, gənc yaşlarda təzyiqin çox yüksək olması daha çox düşür nevroloji problemə. Bir də nefroloji problemə. Nefroloji nədir? Məsələn, Avropada yüksək təzyiqli xəstələr nefroloqa müraciət edirlər. Maraqlıdır. Məsələn, bəzən olur, böyrəkləri ultrasəs müayinə edirlər, amma böyrək damarlarının Doppler müayinəsi də var. Renal arterlərin stenozu ola bilər. Nə qədər dərman içər düşməz. Biz təbii ki, bu studiyadan xəstəni müayinə etmədən diaqnoz qoyma ixtiyarımız yoxdur. Amma bir istiqamət verir ki, daha doğru bir yolunu tabisin. Çünki həqiqətən də o yaşda o təzyiq olmamalıdır. Ümumiyyətlə, qan azlığı bizim belə deyək də yüksək və aşağı təzyiq yaratmasında meyillidir. Ümumiyyətlə, qan azlığına əziyyət çəkəndə aşağı təzyiqə meyilli olur. Ola bilər. Siz niyə götürürəm? Əgər qanın miqdarı aşağıdırsa, bir var deyək ki, bu mənfəzdə elə bil qanın axma sürəti də azalacaq, sözsüz ki. Sözsüz ki, qan əgər azdırsa, onun təzyiqi yuxarı inanmıram olsun, aşağı ola bilər. Amma eyni zamanda ola bilər, qan aşağı olsun, təzyiq yuxarı olsun, o bayaq dediyim kimi damar distaniyasında ola bilər, damarın digər xəstəlikləri zamanı ola bilər. İndi burada nə baş verir? Sevinç xanım, baxın, indi hər ikinizdən cavab istəyəcəm. Qan təzyiqimiz yüksəkdir. Biz bunu qan azlığında olacaq bir göstəricinin arxasıca getmirik. Biz bunu stabilləşdirməyə çalışırıq. Müəyyən dərman preparatları ilə aşağı salıb dondururuq. Amma yenə də əks, belə deyək də, gizli fonda qan azlığı xəstəliyi artıq başqa fəsadlara doğru irəliləyir. Səbəb araşdırılmalıdır. Baxın, doktor bayaq dedi ki, mən elmi tərəfdən danışmayaq, amma mən istəyirəm elmi tərəfdən deyim, yəni o çuğundur məsələsini. Çünki başqa cür onun açıqlamasını verə bilmirəm. Baxın, deyək ki, çuğundurda, yəni ispanaqda, burada vitamin C-dir. O dəmir deyil. Vitamin C qan artırmır. Bir mənalı. İmmun sistemini. Çox, xeyr, o da var öz yerində. Bir vitaminin bir neçə effekti var da, qan artırma effekti də var. Amma burada vəziyyət başqadır, problem, mexanizm başqadır. Baxın, tutaq ki, 10 milliqram əgər biz dəmir yemişiksə ətin içərisində, ondan 1,5 milliqramı sorulur. Amma göyərtinin, deyək ki, bitkisəl bir qidanın tərkibindən, deyək ki, qarabaşağın tərkibindən 10 milliqram dəmir qəbul eləmiş, onun 0,2% sorulur. Niyə? Çünki orada hemoglobin deyil. Deyil, bəli. Tamaşaçımız var telefon xəttində. Eşidək sizi, axşamınız xeyir olsun. Alo, axşamınız xeyir. Axşamınız xeyir, buyurun. Xanım, mənim sualım Elnur həkimə idi. Buyurun. Mən uzun müddətdir şəkər xəstəsiyəm. Məndə qəbizlik olur. Dedim, görüm, nə kömək elə bilər, necə kömək elə bilər. Şəkərli diabet əleyhinə dərmanlar istifadə edirsiniz? Həkim, psikardil atıram qəbizliyə görə. Şəkər xəstəlik üçün istifadə edirəm. Amaril 4 atıram, lans vururam. Amma qeyd elədiyiniz dərman qəbizliyi əleyhinə kömək eləmir. Bilirsiniz niyə eləmir həkim? Uzun müddətdir istifadə edirəm mən. Mənə həkim deyir ki, sən o qədər ondan istifadə eləmirsən ki, bağırsağının yolları nəzilib. Elə bu dərmandır ki, təsirdən düşüb, daha üzr istəyirəm, böyük bayra gedəndə bağırsağımı cırır, qan olur. Aydındır, cavablandıracağıq.
Baxın, məsələn, bir sıra qrup dərman və bir sıra bitkilər var ki, buna indi el dilində desək ki, asılılıq yaradır. Bəli. Bizim bağırsaqların da sanki bir beyni var, düşünür. Məsələn, Auerbach-Meissner kələfləri deyə bilərəm. Elə bir ki, bir transformatordur. Elektrik şəbəkəsi verir. O elektrik şəbəkəsini nə qədər çox yükləsən, qısa qapanma baş verir. Bayıra göndərir. Günün birində deyir ki, bacarmayacaqsan. Stoplanır. Məsələn, bitkilərdə də laksativ effektiv təsir göstərən, o bağırsağın içərisində sulandırıb aparacaq, pasaja kömək eləyə bilən bitkilər qrupu var. Məsələn, elə bir kömək məqsədli resept deyəcəm, amma bir də tövsiyə eləyəcəm ki, şəkərli diabetin özü də, şəkərli diabetin əleyhinə olan bəzi dərmanlar da, bəlkə də az hərəkətlilik də var, bəlkə də az su içmə var, bəlkə də qidaya fikir verin. Bu prosesin 5-i də qəbizliyə şərait yaradır. Məsələn, nə qədər gözəl reseptləri desən, nə qədər müalicə da alsan, amma bir adam hərəkətsizdirsə, o adam bağırsağına necə kömək eləmək olar? 2, adamın istifadə elədiyi, məsələn, şəkərini salmaq üçün dərmanı istifadə edirlər bəzən. Amma deyir ki, nə olsa yeyim. Yenə orada bir-birinə zıt əks təsir olduğu zaman yenə onun bağırsağına necə kömək eləmək olar? Mən məsləhət görərəm, işlədici murdarça meyvəsi, kövrək murdarça qabığı bitkilərinin dəmləməsindən istifadə eləsin. Hərəsindən 5 qram götürülüb, günün birinci yarısı 100 milli qaynar suda 20 dəqiqə dəmləyib, yeməkdən sonra istifadə eləyə bilər. Axşamlar, məsələn, qida əlavəsi kimi belə bir şey hazırlaya bilər. Kətan toxumu, kətan yağı, qatıq da qarışdıra bilər. Və yaxud da heç birini tapa bilmir, kətanın yağını istifadə eləsin. Və ya hər səhər yuxudan durduğu zaman, bir ilıq su içdiyi zaman bir xörək qaşıq zeytun yağı istifadə eləsin. Amma əgər ödündə daş yoxdursa. Bəli. Əgər yoxdursa, ona görə də bəzən bu dərmanların da, belə bitkisel tərkibli dərmanların da qəbul olunmasında yenə də həkim göstərişi və həkim nəzarəti mütləq olmalıdır. Doktor, indi biz bunun müalicə tərəflərindən danışaq. Təbii ki, problemlər çoxdur. Bu, əslində qan azlığı özündə də başqa ciddi fəsadlar və problemlər yaradır. Yaranmış problemlər özü də qan azlığına birbaşa yaradır. Yəni, bir-birindən orqanizmimiz vəhdətdə olan bir gedişatdır. Müalicə necə aparılmalıdır? Protokol üzrə. Yəni, bu ağırlıq dərəcəsinə mi bağlıdır? Hər kəsin daşıyacağı bir gedişat? Ağırlıq dərəcəsinə də bağlıdır. Mən bayaq da qeyd elədim ki, əgər burada həyatda göstəriş varsa birinci növbədə qanın artırılması haqqında düşünürük, həyatı göstərişdirsə əgər. Amma əslində, əgər bu qan azlığıdırsa, bayaq dediyim kimi, bu səbəb deyil, bu nəticədir. Qan azlığı hər hansı bir xəstəliyin nəticəsidir. Ona görə araşdırıb baxmaq lazımdır ki, səbəb nədir? Birinci növbədə səbəb aradan götürülməlidir. Sadaladıq bayaqdan biz hansı səbəblər ola bilər. Birinci dərəcədə, birinci növbədə səbəb aradan götürülməlidir. Səbəb aradan götürüləndən sonra əlbəttə ki, qan azlığı haqqında düşünmək lazımdır. Ancaq bir şey deyim də, yəni bəzi insanlar qeyd elədiyimiz kimi otlarla, bilmirəm, sonra ətlə, qida ilə qan əgər aşağıdırsa, onu artırmaq mümkün deyil. Bu sadəcə profilaktik məqsədi ilə. Amma tutaq ki, mən ona dəmir preparatı yazıramsa, mütləq və mütləq qeyd edirəm ki, mal əti yeməlidir, malın dilini yeməlidir. Mal dili yeyilməlidir, təsəvvür edin. Birinci, bu orqanizmdən də asılıdır, orqanizmin müdafiəsindən, orqanizmin, belə deyək də, müalicəyə göstərdiyi reaksiyada və onun valideynidirmi, uşaqdırsa əgər, ya özüdürsə, onu səliqəli müalicə eləyə bilirsə, bu birinci növbədə həkimə kömək edir. Bu yaxınlarda mənim 9 aylıq bir xəstəm gəlmişdi, 52 qram litr hemoglobin var idi. Burada artıq göstərişdir ki, qan köçürdürsün. Əslində, böyük uşaqlara, dəmir difisli anemiyalara qan köçürtmək olmaz, əks göstərişdir. 50-dən aşağıdırsa, 50 qram litrdən aşağıdırsa, çox vaxt görürsən biz, mən baxıram ki, uşaq böyüdür, amma 50-dən aşağıdır, amma adaptivli uşaqdır. Onu heç eləmirəm, çünki mən qan göçürtməyə biraz çox meyilli deyiləm. Amma siz təsəvvür, amma balaca uşaqlara 75, 74, belə deyək, ona da biz 50-dən əgər lap yuxarıdırsa, 1 yaşına qədər uşaqlarda. Bunlara qan köçürtmək göstərişdir, çünki onlar dözməzlər də. Amma belə oldu ki, mən bu yaxınlarda, bəzən görürsünüz, biz haradasa protokoldan kənara çıxırıq. Mən bu yaxınlarda bir savadlı bir həkim göndərmişdi, onu mən yanıma pediatr göndərmişdi. 2 aylıq uşaq idi.
2 aylıq uşaq 52 qram litr idi. Bu bir mənalı, buna qan köçürtməli idi. Düzdür, mən risk elədim. O xəstə ilə gündə təmasda oldum. Amma ona mən dedim ki, qan köçürtmək lazım. Mən istəmirəm qan köçürtmək. Gəlin peros müalicə eləyək. 10 günə, bu dekabrın axırında gəlmişdi bu xəstə. 10 günə 52 qram litr oldu, 101 qram litr. Amma mən sizə anana da başa saldım ki, bu demək deyil, bu qalxdı normaya. Bu deposuna gedəcək. Bir müddət saxlasaq, bu aşağı düşəcək. Və yaxud da biz müalicə eləyirik, bu 101-dən qalxmaya bilər. Və yaxud az qalxa bilər. Bu deməkdir ki, səni qorxuya salsın. Bu indi niyə qalxmır? Birdən-birə o boyda qalxır. Çünki bu depoya gedir. Bu uzun müddətlik müalicə olmalıdır. Ən azı 3 ay, 5 ay bunlar müalicə olmalıdır. Sözsüz ki, əgər peroz şəklindəsə. Baxın, yəni beləsi də oldu da, qan köçürtmədən qalxdı. Çünki valideyn səliqəli müalicə elədi. Çünki həm də süd verirdi, özü də eyni vaxtda qidalandı. Uşağa 2 aylıq uşağa sözsüz ki, biz ət verə bilmirik, mal əti, malın dilini. Ana onu yedi. Ana onu yedi, eyni vaxtda da bəli, süd vasitəsilə daxil oldu. Eyni vaxtda da peroz uşağa da müalicə elədik. Bir də ki, yəni deyirəm, birinci, əgər bu deyir ki, ət yesin, qarabaşaq yesin, qarabaşaq əslində özü qaldırmasın. Tək qaldırmır. Hərçənd ki, ən çox qarabaşağın tərkibində var. Onun üzərinə əgər ət qoysaq, o da, çünki orada valent məsələsi var da, qarabaşaqda 3 valentlidir dəmir, soğurulmur. Amma ətdə 2 valentli dəmir onun soğurulmasına kömək eləyir. Məsələ ondadır ki, həmin o biz dediyimiz alma, çuğundur, onların tərkibində vitamin C var, ispanaq. O vitamin C 3 valentli dəmir 2 valentli çevirməyə kömək eləyir və 2 valentli dəmir daha tez soğurulur. O tərəfdən ona kömək eləyir. Vəssalam, yəni ki, bunun başqa bir deyirlər, qızıl əhmədi almanı dişlədim, şey oldu. Qaraldı. Pas idi, qaraldı, xrondu sadəcə olaraq, o pas deyil. Yəni ki, bunu da fikir vermək lazımdır. Telefon xəttində tamaşaçımız var. Eşidək sizə, axşamınız xeyir olsun. Axşamınız xeyir. Buyurun. Xanım, mən həkimə sual vermək istəyirdim. Məndə bir bədəndə güclü iltihab var. İltihab? Güclü iltihab var. Mədə bağırsaqda bir də bədənimdə iltihab var. Onları ot bitkiləri ilə mən necə götürtdürə bilərəm? Sualınız var mı, doktor? Təşəkkür edirik. Allah şəfa versin. Mədə bağırsaqda və ümumi bütün bədəndə iltihab. Əslində, mənə bir maraqlıdır. Sadəcə uzun çəkəcək deyə bu anamnez toplamaq. Bədənin bütün hər yerində iltihab varı göstərən bir göstərici yoxdur. Ola bilər ümumi qan analizində eritrositlərin çökmə sürəti, C-reaktiv zulal, bunlar yüksək çıxsın. Leykositlər də yuxarı ola bilər. Bunlar yüksəyə çıxa bilər, amma bu mədə bağırsaqdan başlanılmasına hardan şərait yaranıb? Çünki hamısını antibakteriyal müalicə aparmaq doğru deyil. Bəzən ola bilər ki, yoğun bağırsağın iltihabi bağırsaq xəstəlikləri var. Qeyri-spesifik xoralı kolit, kron xəstəliyi, amobik kolit. Bunlar artıq daha ciddi bir iltihab yaradanlardır. Onlarda da insanların qanın eritrositlərin çökmə sürəti yüksəyə qalxa bilir, leykosit qalxa bilir, CRP qalxa. Amma bu doğrudanmı, bu durumu deyilmi? İltihab əleyhinə təsir göstərən bitkilərin adını deyə bilərəm. Amma tövsiyə edirəm ki, bunu müayinə sırasında bilək. Bəli, təbii. Bu önəmli olanı budur ki, biz məsələn buradan resepti etdik, vaxtı getməsin, etməsin. Bitkilərlə bu iltihabımı müalicə edə bilərəm. Xəfif iltihabları müalicə eləmək mümkündür. Məsələn, adicə tanıdığımız propolis, cövhəri və utindir. Bunların ikisini 2 həftə müddətində edib, mən nə qədər eçək saldıqlarımı görmüşəm. Bu hər həftə gəlirlər elə xəstələr. Var, amma diaqnoz qoyuruq da. Məsələn, birinin oynaq xəstəliyi olur, revmatoid artritdə də qalxır da yuxarı. Adi bir iltihabi proses keçirdənlərdə də qalxa bilər yuxarı. Etmək mümkün ola bilər, amma öncə diaqnozu doğru qoymaq, diaqnozu doğru addımlamaq. Təbii ki, həkim qəbulunda birinci olmağınız əsas məsləhətidir. Təbii ki, müayinədən sonra müalicəsi yoxdur deyil. Yəni, müalicə etmək olar. Bir xəstə daxil oldu. Yaş yarımlı uşaq idi, aylardır, qızdırması düşmürdü. İltihab prosesi idi. Bir neçə həkimdə olmuşdu, effekt olmamışdı. Qızdırma düşmür. Mən onu yalnız otlarla müalicə elədim. Bilmirəm, mənə dəfələrlə bu irad olub. Mən bunu deyəcəyəm ki, alim adamsan, niyə görə otlarla müalicə eləyirsən? Yalnız bunu otlarla elədim. Bir həftəyə
yavaş-yavaş qızdırması düşdü. 10 gün gözlədilər, bu oktyabr ayında olub bu. 10 gün gözlədilər, qızdırması qalxmadı. Yenə də indi hal-hazırda qızdırması yoxdur. Hər dəfə də əlaqə saxlayırıq. Ancaq otlar. Çünki otlar orqanizmi necə deyim, kimyəvi dərmanlar deyil. Kimyəvi dərmanlar, mən kimyəvi dərmanların əksini bilmirəm. Demək olar, demək olmaz, bilmirəm bunu. Amma baxın, ən azından otların ziyanı yoxdur. Otların müalicə mexanizması başqadır. Doktor məndən yaxşı bilir. Otlar nə edir? Yəni, otlar deyəndə təbii dərman bitkiləri deyək. Təbii dərman bitkilərindən söhbət gedir də. Bəzən deyirlər ki, elmi araşdırılması yoxdur. Hamısının elmi araşdırması var. Onların, mən çoxsunun hansıları istifadə edirəm. Mən bir alim kimi, alimlərin zaten araşdırma xasiyyətləri var bu insanların. Elmi araşdırmalar. Bəli, araşdırmadığım bitkiləri mən öz belə deyək, protokoluma daxil eləmirəm. Dəfələrlə olub ki, mənə irad tutublar ki, bunları niyə eləyirsiniz, alim adamsınız. Bəzən bir müddət saxlamışam, baxıb görmüşəm ki, həmin effekti ala bilmirəm. Bu niyə belədir? Onların mexanizmasını doktor məndən yaxşı bilər. Sadəcə olaraq simptomatik müalicə eləmir olar. Çünki simptomatik müalicə oldu. Müalicə müddətində effekt var, müalicəni dayandırdın, həmən olur. Onlar sadəcə orqanizmi balanslaşdırırlar. Bizdə deyirlər onun turşu qələvi müvazinəti, o Kitaylar deyir yin-yang balansı. Balanslaşdırırlar və balans düzələndən sonra orqanizm elə bir vəziyyətə gəlir ki, özü o xəstəliyinə mübarizə aparır. Aydındır. Yəni, o uzun müddətli olur, üstələ də immun sistemi qalxır. Bəli, eyni zamanda bizim ciddi formada inkişaf edən tibbimiz də var. Bizə təbii ki, doktorlar da baxır. Düz yanlış bəlkə ola bilər, anlaşılmaya bilər. Sadəcə doktor elmi tərəflərin də gedişatını heç də belə deyək də geridə qalmış kimi dəyərləndirmirik. Sadəcə müəyyən bitkisəl bitkilərin insana yanaşma ola bilər, orqanizmin qəbullanmasına çox rahat olduğuna görə onların həm də insanların istəyinə də bağlıdır. Baxın, zəng vuran tamaşaçı öz istəyi ilə mən bunu bitkilərlə müalicə istəyirəmsə, təbii ki, doktorun edə biləcəyi bir şey yoxdur. Növbəti telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Alo. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Salam aleyküm. Xanım, həkimə bir sualım vardı. 60 yaşım var. Səhər yuxudan duranda dilimin üstü ağ olur, ərf olur. Nə qədər edirəm, bunu çətinlə yuyuram, təmizləyirəm. Elə bir qatı bir şey yapışır ki, o mənə çox əziyyət verir. Xahiş edirəm, imkandırsa, əgər həkim vaxtı məlumat verərdi də. Siz buna görə müraciət eləmişsinizmi? Müayinə olunmuşsunuzmu? Xeyr, olmamışam, düz. Amma şəkərimdən yoxlatmışam, az miqdarda şəkərim var. Bir də ki, bütün o analizlərdən keçmişəm. Aydındır. Burada şəkər, deyir, şəkərin var, şəkərin əlaqəsi olmaz. Mədə-bağırsaq traktının, bəli, mədə-bağırsaq traktının bütün xəstəlikləri dilə və dəriyə çökür. Onu yoxlamaq lazımdır. Əlavəniz varmı, doktor? Əlbəttə, doktor gözəl dedi. Bir də belə bir üsul eləyə bilər. Sıxılmış fındığın yağını ağzınızda sıxaraq həll edib, içəri atmadan gündə bir dəfə səhərlər eləyin. Siz o qədər əziyyət çəkmədən belə onu götürə bilər. Orada ümumiyyətlə əmin olacaqsınız ki, qida borudan üzü aşağı olan problemlərdir. Biraz daha rahat ola bilərlər. Amma diaqnoz təsdiqlənsə, mədədə hansı proseslər baş verir, ona uyğun çaytikanı da ola bilər, katan toxumu da ola bilər. Yəni, ola bilərlərin sayı artmış olur. Bəli, yenə də sırf olaraq müayinədən sonra diaqnoz daha düzgün təsbit olunur və ona doğru iləyiş olunur. Doktor, bunların sağalmasından nə qədər aylara mı çəkir, illərə mi çəkir? Qan azlığı, ümumiyyətlə çox aşağı olan hemoqlobin göstəricimizi nə qədər müddət, belə deyək də, artıq xəstə ilə bir anlaşma formasına vaxt istəyirik? Mən anlaşır, bəli, vaxt istəyirik. Mən əvvəldən xəstəyə deyirəm ki, mən səni 3 il uçota götürəcəyəm, qeydiyyata, 3 il sən mənim nəzarətimdə olacaqsan. Bu o demək deyil ki, bu ancaq 3 ilə sağalacaq. Ola bilər ki, 1 ilə sağalsın. Ola bilər 2 ilə sağalsın, lap 3 ilə sağala bilər və yaxud 1 aya sağala bilər. Bayaq dediyim kimi, olmayan bir şey oldu ki, 2 aylıq uşaqda 10 günə o boyda qalxdı, yəni ki, 52 qram litr qalxdı 101 qram litrə. Amma biz onu o demək deyil ki, o sağaldı. Biz onu bir müddət saxlayırıq nəzarətdə. O, yenə deyirəm, sağalması, orqanizmin effekt verməsi, həm asılıdır onun orqanizmin reaksiyasından, həm həkimdən, həm
valideynindən, həm xəstənin özündən nə qədər səliqəli surətdə müalicə aparır. Sağala bilər, amma o demək deyil ki, tam sağaldı. Onu bir müddət nəzarətə saxlamaq lazımdır, çox vacibdir. Amma biz onu 3 il qeydiyyata götürürük. 3 il müddətində. Bəli. Mən zaman az qalırsa bir ümumi resept demək istəyərəm. Zamanımız artıq bitir demək Tamaşaçılar aram-aram yazsınlar. Bu yenə biz qeyd elədiyimiz kimi ciddi bir anemik vəziyyət varsa, həkimə müraciət edib səbəbi, ona yaradacaq ikinci səbəbi və orqanizm necə hazırdır, o cür müalicəni aparmaq məsləhətdir. Profilaktik məqsədlə və həmçinin xəstəliyin müalicəsi bitdikdən sonraki reabilitasiya dönəmi üçün, müalicə getdiyi zaman köməkçi, dəstəkləyici terapiya üçün belə bir resept deyəcəm. Hər kəsin rahatlıqla istifadə edə biləcəyi reseptdir. Arı məhsulu və bala qarşı allergiyası olmayanlar bunu rahatlıqla istifadə edə bilərlər. Qarabaşaq götürülür, üyüdülmüş formaya salınır 100 qram. Güləm, arı çörəyi götürülür, üyüdülmüş formaya salınır 80 qram. Keçibuynuzu meyvəsinin tozu götürülür 100 qram. Yəni hamısı toz şəklində olmalıdır ki, bunu rahat şəkildə biz balın içərisində qarışdıra bilək. Və götürülür polen, çiçək tozu. Amin turşularla zəngindir. 100 qram da çiçək tozu götürülür və bal 1 kiloqram qarışdırılır. Qarışdıqdan sonra hazır formada saxlanılır. Gündə 2 dəfə səhər-axşam 1 desert qaşığı yemək vaxtı və ya yeməkdən öncə daxilə qəbul olunur. 6 həftə istifadə edə bilərsiniz. 1 yaşdan yuxarı insanlar istifadə edə bilərlər. Həssaslığı və aktiv, yüksək şəkər olan insanlara məsləhət görülmür. Məsləhət görülmür. Təəssüf ki, verilişimizin artıq vaxtı bitdi. Sağollaşmaq məcburiyyətindəyik. Hər birinizə gəldiyinizə görə dərin təşəkkür edir. Təbii ki, bugün biz qan azlığı, anemiya və onun fonunda gedən çox ciddi göstəricilərdən danışdıq. Təbii ki, əgər bunun göstəriciləri bayaqda sadaladığımız fəsadlar, baş ağrıları, baş gicələmə, yorğunluq, dil ətrafında müəyyən çatların olması, təng nəfəsliyi, ürək döyüntüsünün sürətli artması və s. kimi göstəricilər olduğu zaman yenə məndə qan azlığı bu mütləq varmı deyə anlayışına gəlmir. İlk olaraq laborator analizlərin düzgün, dəqiq formada göndəriş əsasında verilməsi önərilir və hər kəsin özünə məxsus mütəxəssisə yönəlməsi çox vacibdir. Hər zaman deyirəm ki, düzgün, dəqiq mütəxəssisə gediş, dəqiq diaqnozun, düzgün müalicənin və effektiv nəticənin sonudur. Hər birimizə sağlam can arzulayırıq. Bugünlük bu qədər. Salamat qalın.